Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Mən Gülər Orcava, Fəs Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə təqdim etdiyimiz sınavın izahına baxırıq. Lakin sınavın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq birinci suala. Birinci sualda deyir ki, verilən bax bu tənliyin həlli yoxdursa, MN hasili aşağıdakı ədədlərdən hansı ola bilməz? Birinci bu tənliyi açıb sadələşdirək. M çıx 4-ü vurursunuz x-a, eləyir mx çıx 4x üstəgəl n çıx 2 üstəgəl n çıx 2 bərabərdir 3x üstəgəlsin 6-ya. Bircə dəqiqə, 3x üstəgəl 6. İndi x-ları bir tərəf yığıq, ədədləri bir tərəf yığıq. Baxın, olur mx. İndi bu mənfi 4x-dir. Siz 3x-i də bu tərəfə atırsınızsa, eləyir mənfi 7x. İşarəsini dəyişir axı. Bərabərdir. Bu 6-dır. Üstünə 2 gələndə olur 8. N-i digər tərəfə keçirəndə olur çıx n. X-ları bir tərəfə yığdıq, yəni ədədləri bir tərəfə yığmış olduq. Burada x-i çıxardırıq mötərizənin xaricinə. Olur m çıx 7 vur x. Bərabərdir 8 çıx n. Bu da xətti tənlikdir və bunun nə zaman həlli yoxdur? Biz bilməliyik ki, a sıfıra bərabər olanda, b isə sıfırdan fərqli olanda. Deməli, gəlin biz bunu sıfıra bərabər edək. M çıx 7 bərabərdir sıfıra. Buradan m-in qiyməti bərabər olur 7-yə. Bu tərəfi isə gəlin, deməli, sıfırdan fərqli edək. Yazırıq 8 çıx n bərabər deyil sıfıra. Burada n də bərabər ola bilməz 8-ə. Bax, fikir verin. N 8-ə bərabər ola bilməz axı. Bu da sizə deyir ki, m-in hasili aşağıdakı ədədlərdən hansı ola bilməz? Elə m-i 7 götürsəz, n-in də ala bilməyəcəyi qiymət 8-i yazsaz, deməli, bu hasil 7 dəfə 8, 56 ola bilməz. Çünki deyir də 8-i ala bilməsin. Ona görə bu hasil 56-ya bərabər ola bilməz. Testimizin düzgün cavabı olur D bəndi. Keçirik növbəti suala. Baxırıq ikinci suala. Deyir ki, mərkəzi O olan çevrəyə ABCD düzbucaqlısının, bax bu AB tərəfi toxunub. Çevrənin radiusu 10 cm, AB tərəfi isə 12 cm olsa bu düzbucaqlının enini tapın. Deməli, bu düzbucaqlıdır. Baxın, AB 12 olduğu üçün bu DC parçası bu da 12 olmuş olacaq. Yaxşı. Gəlin yazaq bura. DC bərabərdir 12. Digər tərəfdən. Bu OK nədir? Radiusdur. Radius 10-dursa, deməli, bu çevrənin bütün radiusları 10 cm bərabər olmalıdır. Bax, buradan bura bir radius çəkirəm. Buradan bura bir radius çəkirəm. Bir də buradan bura bir radius çəkirəm. Bunlar hamısı 10-dur. Baxın, bu da 10-dur. Bu mərkəzdir çünki. Bu da 10-dur. Bu da ümumilikdə olur 10 cm. Və siz nəyə bilməlisiniz? Bu DC çevrənin daxilində olan, belə deyək də, vətərdir. Və radius çəkiləndə həmin vətərə perpendikulyar olmuş olur. Onu yarı bölür. Demirik DC 12-dir. Deməli, yarı bölür. Burayı deyir 6. Burada bir düzbucaqlı üçbucaq əmələ gəldi. Pifagor ədədlərdir bunlar, uşaqlar. Bu 6-dır, bu 10-dursa, avtomatik bura 8 olmuş olacaq. İndi bu radius, bax, bütövlükdə buradan bura 10 cm deyildi. Ondan da 8-i çıxanda bura qalır 2. Bura 2-dirsə, deməli, bu BC tərəfi də düzbucaqlının, yəni eni olmuş olur. 2 cm-dir. Elə sizdən də düzbucaqlının enini soruşur. Deməli, düzgün cavab 2-yə bərabər olmuş olacaq. Düzgün cavab 2. Yəni, testimizin doğru variantı B bəndi. B variantı alınmış olur. B bəndi. Baxırıq üçüncü suala. Üçüncü sualda bizə deyir ki, sinus x bərabərdir A-ya, kosinus x bərabərdir B olarsa, verilən bu ifadənin qiymətini hesablayın. Gəlin sadələşdirək. A üstü 4 çıxılsın B üstü 4-ə, A kvadratının kvadratı çıx B üstü 4-ə də B kvadratının kvadratı kimi baxırsınız. 7A kvadrat olduğu kimi qalsın. Gəlin 9B kvadratı parçalayaq. Yazaq 7B kvadrat üstə gəl 2B'nin kvadratı. Bu da bərabərdir. İndi bunu müxtəsər vurma düsturu kimi ayırsaq, bir dəfə yazmalıyıq A kvadrat çıx B kvadrat. Bir dəfə də yazmalıyıq A kvadrat üstə gəl B-nin kvadratı. Buradan 7-ni mötərizə xaricinə çıxartsaz, qalacaq A kvadrat üstə gəl B kvadrat, üstə gəl 2B kvadrat da qalsın öz yerində. Bərabərdir. Baxın, sinus x A-ya bərabərdir. Əgər siz A-nı kvadrata yüksəltsəz, gərək bu sinus x-i də kvadrata yüksəldəsiniz. Olsun sinus kvadrat x. B isə kosinus x-ə bərabərdir. B-ni kvadrata yüksəldirsinizsə, gərək bunu da kvadrata yüksəldəsiniz. Olsun kosinus kvadrat x.
Və bizdə deyirik a kvadrat üstə gəl b kvadrat. Yazaq sinus kvadrat x üstə gəlsin kosinus kvadrat x. Bu da bilirik ki və bilməliyik ki, əsas eynilik, trigonometriyada əsas eyniliklərə görə cavab 1-dir. Deməli, bunun cavabı 1-dir, bu itdi. Bunun da cavabı 1-dir, bu da itdi. Yəni 1-1 olduğu üçün getdi. Qalır burada sadəcə a kvadrat çıx b kvadrat. Yəni 1-ə vuranda onsuz da bu mötərizənin özü alınır. 7-ni də 1-ə vuranda eləyir 7. Üstə gəl 2b-nin kvadrat. İndi yenə fikir verin. A kvadrat olduğu kimi qalır. İndi 2b kvadratdan bu b kvadratını çıxanda eləyir müsbət b kvadrat. Üstə gəl 7 qalır öz yerində. Və yenə a kvadrat b kvadrat sizə sinus kvadrat x üstə gəl kosinus kvadrat x verir. O da 1-dir. Siz yenidən 1-in üstünə 7 gəlməlisiniz. Bunun da düzgün cavabı deməli 8 alınmış olacaq. Üçüncü sualda testimizin doğru variantı olur D bəndi. Keçirik dördüncü suala. Dördüncü sualda bizə deyir ki, verilən bu fx funksiyasının qrafiki üzərində olan nöqtələrdən birinin absisi ordinatının 2 qatına bərabərdir. Bu nöqtənin koordinatları aşağıdakılardan hansı ola bilər? Nə deyir sizə? Deyir, bax, bunun absisi x bərabər olmalıdır 2y. Qutardı, getdi. Gəlin belə edək. Bu fx, yəni yazırıq, y bərabərdir. İndi mənfi x kvadrat verib, düzdür. Gəlin bu x-in yerinə, baba, bu x-in yerinə 2y yazaq. Yəni, mənfi işarəsi olduğu kimi qalır. Bu x-in yerinə 2y yazsa, siz 2y-in kvadratını hesablamış olacaqsınız. 2y-in da kvadratı, o deyilir 4y kvadrat. Qalanı olduğu kimi köçürdüm. Üstə gəl 8. İndi bunları keçirdirəm bu tərəfə. Yazıram müsbət 4y, sonra üstə gəl y yazıram. 18-i atıram o tərəfə. Çıx 18 bərabərdir 0-a. Vurğuları ayıraq. Deməli 4y vurulsun. Y kimi yazıram. Burada da 9 vurulsun. Mənfi 2 kimi yazıram. Çünki qoy bu müsbət 9 eləsin. Bu da mənfi 8 eləsin. Çıxanda müsbət y alınsın. Deməli 4y üstə gəl 9. Y çıxılsın 2. Bunun vurğuları kimi götürsək. Buradan y bərabər olacaq 2-yə. Çünki hasil 0-dırsa hər birini ayrı-ayrı 0-a bərabər edirsiniz. Buradan 4y üstə gəl 9 0-a bərabərdirsə, 4y bərabər olur mənfi 9-a, y də bərabər olur mənfi 9 bölünsün 4-ə. Y mənfi 9 bölü 4 verməyib variant var. Deməli, bunu götürməyəcək. Bax, bundan işləməliyik. Y 2-dirsə, gətirib yerinə yazırsınız. 2 vurulsun 2. Bu da bərabər olur 4-ə. Deməli, x-in qiyməti 4, y-in qiyməti isə 2-yə bərabər olmuş olur. Bu da baxın, doğru variant, doğru cavab. D bəndində, D variantında deməli verilmiş olub. Belə, keçirik növbəti suala. Baxırıq, deməli 5-ci sual. 5-ci sualda bizə deyir ki, kosinus 6x bərabərdir 2 tangens pi bölü 8, 1 çıx tangens kvadrat pi bölü 8 olarsa bu tənliyi həll edin. Bu hissə artıq sizə düsturu xatırlatmalıdır. Hansı düsturu? Tangens 2 alfanın düsturunu. Tangens 2 alfa bərabərdir 2 tangens alfa 2 tangens alfa bölünsün 1 çıxılsın tangens kvadrat alfa. Bu düsturu həll edə bilmiriksə, bax, bu düsturda boşluğumuz varsa, elə bu dəqiqə açırsınız, qarşınıza qoyursunuz, o düsturları bir daha təkrar edirsiniz, bir daha yəni əzbər öyrənirsiniz. Çünki trigonometri düsturlarını bilmək bizim üçün çox vacibdir. İndi yazırıq ki, kosinus 6x bərabərdir. Kosinus 6x bərabərdir. Bu bildik ki, 2 alfanın düsturudur. Yəni 2 vurulsun. Alfa burada pi bölünsün 8-dir. Bu 2 ilə də bu 8-i ixtisar aparsanız qalacaq pi bölünsün 4. Və gətirib buraya yazıram tangens pi bölünsün 4. Tangens pi bölü 4-də də hansı qiyməti alır? 1 qiymətini alır. Deməli, kosinus 6x bərabərdir 1-ə. Bu da kosinusun xüsusi halıdır. 6x bərabər olur 2 pi k-ya. Burada da x bərabərdir. 2 pi-ni bölürsünüz 6-ya. Və 2 ilə də 6 ixtisar gedir. Burada qalır 3. Deməli, x bərabərdir. Pi bölünsün 3k olmuş olur. İndi burada n formasında verib, o da doğrudur, olar. Yəni, testimizin doğru cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq 6-cı sual. 6-cı sualda deyir ki, perimetri 7 cm olan düzbucaqlı trapesiyanın kör bucaq təpəsindən keçən diaqonalı onu 2 oxşar bərabər yan üçbucağa bölür. Həmin diaqonalın uzunluğunu tapın. Deməli, bizim bir düzbucaqlı trapesiyamız var. Gəlin bunu qeyd edək. Deməli, bu düzbucaqlı trapesiyada bir də diaqonal var. Baxın, bu diaqonal deyir, onu 2 oxşar bərabər yan üçbucağa bölür. Aydın məsələdir ki, buradakı bucaq 90 dərəcədir. Bunlar da oxşardırsa, deməli, bu da düzbucaqlı üçbucaq olmalıdır. Bu da 90 dərəcədir. Bərabər yanın dediyinə görə, bunun yan tərəfləri bir-birinə bərabər olmalı. Məsələn, bura bir A deyirəmsə, bu da A olacaq. Və biz bilməliyik ki, bərabər yanlı
düzbucaqlı üçbucaqda hipotenüs hər zaman katetin kökdə 2 mislinə bərabərdir. Bax, bu olur a kökdə 2. İndi bu buna oxşardı axı. Bu düzbucaqlı üçbucaq da bərabər yanına olmalıdır. Deməli, burayla da bura bir-birinə bərabərdir. Bu a kök altda 2-dirsə, avtomatik bu da a kök altda 2'ye bərabər olmuş olacaq. Yenə hipotenüs nəyə bərabərdir? Katetin kök altda 2 mislinə. Siz a kök altda 2'ni kök altda 2'ye vuranda buradan düzgün cavab 2a olmuş olacaq. Yazırıq bura 2a. İndi nə deyir bizə? Baxın, perimetri 7'dir. Bütün tərəfləri toplayırsınız. Deməli 2a üstəgəl a eləyir 3a. Onun da üstünə a gələndə eləyir 4a. 4a üstəgəl a kök altda 2 bərabər olmalıdır 7'ye. Buradan a-nı çıxardırıq mötərizənin xaricinə. Olur 4 üstəgəl kök altda 2 bərabərdir 7'ye. A da bərabər, yəni tərəf bərabərdir. 7 bölünsün 4 üstə gəlsin kök altda 2'ye. Gəlin bunun məxrəcini irrasionallıqdan azad edək. Yəni qoşmasına vururuq. 4 çıxılsın kök altda 2'ye vururuq. Surəti də vurmalıyıq. 4 çıxılsın kök altda 2. Bu da bərabərdir. Yuxarı olduğu kimi qalır. Yəni 7 vurulsun. 4 çıxılsın kök altda 2. Amma məxrəc nədir? A kvadrat çıxılsın B kvadrat. Deməli 4'ün kvadratı 16, kök altda 2'nin kvadratı da olur 2. 16'dan da 2'nin çıxanda 14. Və bu 7 ilə bu 14 ixtisar gedir. Cavab olur 4 çıxılsın kök altda 2 bölünsün deməli 2. Bax, A-nın qiymətini tapdıq. A-nın qiyməti bu kəsrə bərabərdir. İndi bizdən diaqonalın uzunluğunu tapmaq istəyir. Biz də diaqonala A kök altda 2 demişik. Baxın, diaqonala, bir daha deyirəm, diaqonala A kök altda 2 demişik. Buranı silirəm. İndi növbə diaqonalı hesablamaqdır. D bərabərdir A kök altda 2. A-nı gətirib yazırsınız yerinə. 4 çıxılsın kök altda 2 bölünsün 2 vurulsun kök altda 2. Bu kök altda 2 surətə vurulur. Olur 4 kök altda 2 çıx 2 bölünsün 2. Bunu da 2'ye bölürsünüzsə 4'ü 2'ye böləndə eləyəcək 2 kök altda 2 çıxılsın 1. 2 kök altda 2 çıxılsın 1. Yəni burada düzgün cavab, baxın B variantı. 2 kök altda 2 çıxılsın 1. Yəni B variantı B bəndi alınmış olur. Bu da bizim deməli 6-cı sualımızın düzgün cavabı olmuş oldu. Belə. Keçirik 7-ci suala. 7'də bizə deyir ki, fx bərabərdir 2x çıx 3, gx də bərabərdir. Bax, bu funksiya olarsa, biz bu ifadənin qiymətini tapmalıyıq. Yazıram, limit x 4'ə yaxınlaşdıqda surət olduğu kimi qalır, x çıxılsın 4. Bu f, gx nə deməkdir? Mürəkkəb funksiyadır. Yəni, fx funksiyasında harda x görürsünüzsə, bax, harda x görürsünüzsə, ora gətirib gx yazmalısınız. Mən də yazıram, x kvadrat çıx 4 bölünsün 2x. Bax, yazdıq. Çıx 3'də öz yerində. Bərabərdir. Burada olur limit x 4'ə yaxınlaşdıqda. Deməli, x minus 4. Və bu 2 ilə bu 2 ixtisar gedir. Burada x qalır. Bu deyilir x kvadrat çıx 4 minus 3. Ortaq məxrəcə gətirsək, deməli, buradan yazaq. Limit x 4'ə yaxınlaşdıqda. Burada olacaq x. Yuxarıda olacaq x kvadrat çıx 4 çıx 3x. 3x'i qabaqda yazıram. Yuxarıda olduğu kimi qalır. İndi bölmə zamanı bu x qalxacaq yuxarı. Yəni limit x 4'ə yaxınlaşdıqda olacaq burada nə? X vurulsun. X çıxılsın 4. Burada da olacaq deməli x kvadrat. Gəlin bunu da vurğulara ayıraq. Baxın x kvadrat çıx 3x çıx 4'ü. Vurğulara ayıranda olacaq x çıx 4 vurulsun x üstə gəl 1. Bu x çıx 4 ilə bu x çıx 4 gedəcək. Qalır x bölünsün x üstə gəl 1. Onu da yerinə gətirib 4 yazsaz 4 bölünsün 4 üstə gəl 1. Yəni 5'də 4 alınmış olacaq. 7-ci sualda 5'də 4 testimizin düzgün cavabı B variantı. B bəndi alınmış olur. Keçirik növbəti suala. Baxırıq burada deməli. Baxırıq burada 8-ci suala. 8-ci sualda bizə deyir ki, baxın. Fx funksiyası bərabərdir bu ifadə olarsa, bu funksiyanın deyir azalma aralığı x, y olarsa, burada y çıxılsın, x fərqini tapın. Funksiyanın azalma aralığını necə tapırıq? Törəməsini tapıb, kiçik bərabərdir 0 etmək lazımdır. Deməli, gəlin bunun törəməsini tapaq. Və bunun törəməsini tapanda edir 3x kvadrat, sonra 12 dəfə 2, 24x, bunun törəməsi 36, bu sabitin törəməsi 0'dır. Bunu kiçik bərabərdir 0 yazırsınız və hər birini 3'ə bölürsünüz. Olur x kvadrat çıx 8x üstə gəl 12. Kiçik bərabərdir 0'dan. Onda burada köklər deməli 2 və 6'dır. 59 üzərində göstərsək, burada daxildir 2, bir də 6.
X kvadratın əmsalı müsbət olduğu üçün kənarlar müsbət olacaq, orta mənfi olacaq. Bu da bizdən kiçik bərabərdir. 0 istəyirsə, bu aralığı istəyir. Deməli, 2 ilə 6 aralığında. İndi baxırıq ki, X burada 2-dir, Y burada 6-dır. Bizdən də nə istəyir? Y çıxılsın, X istəyir. Yəni 6 çıxılsın 2. Bunun da düzgün cavabı 4-ə bərabər olmuş olacaq. Deməli, testimizin doğru variantı olur B bəndi. B bəndi, B variantı. Baxırıq 9-a. 9-da deyir ki, bax bu kəsirlər verilmişdir. Buna əsasən 3C çıxılsın 2B ifadəsinin qiymətini tapın. Bunları çarpaz bir-birinə vursaq, olacaq A vurulsun A çıx 1 bərabərdir B vurulsun C-yə, BC-yə. Bunları bir-birinə çarpaz vursaq, yenə A-nı vurmalıyam A çıx 1-ə, bərabər olmalıdır B üstə gəl 3-ü, vurmalıyam C çıx 2-yə. İndi baxın, A vurulsun A çıx 1-in artıq BC-yə bərabər olduğunu bilirəm. Bunun əvəzinə gətirib yazıram BC. Bərabərdir. Bunu da vurub açıram. B-ni C-yə vuranda BC çıx 2B üstə gəl 3C çıx 6. BC-lər getdi. 6-nı atırsınız bu tərəf eləyir müsbət 6. Burada da müsbət öndə yazırsınız. Olur 3C çıx 2B. Baxın, sizdən elə 3C çıx 2B-nin qiymətini istəyirdi. Tapdınız ki, bunun cavabı 6-ya bərabər olmuş olur. Testimizin doğru variantı olur B bəndi. Baxırıq, deməli 10-cu suala. Deyir ki, bu kompleks ədədin modulunu tapın. Əvvəlcə bunun belə deyək də məxrəcini, yəni belə deyək, kompleksdən xilas edək. Bu olur 3 üstə gəl i. Məxrəcdə 3 çıx i, elə qoşmasına 3 üstə gəl i-yə vursaq, surəti də baxın 3 üstə gəl i-yə vuranda elə bunun kvadratı olmuş olacaq. Yəni, yuxarıda olur 9, üstə gəl i-nin kvadratı, üstə gəl 6i, aşağıda olur 9, çıxılsın i-nin kvadratı. I-nin kvadratı özü mənfi 1-dir. Burada da mənfi 1 nəzərə alacaqsınız, burada da mənfi 1 nəzərə almalısınız. 9-dan 1 çıxanda eləyir 8, üstə gəl 6i olduğu kimi qalır. Burada da 9 çıx mənfi 1, bu üstə gələ çevrilir. 9 ilə 1-i toplayırsınız, eləyir 10. İndi bunun hər bir hissəsini, yəni xəyali və həqiqi hissələrini ayrı-ayrı göstərirəm. Olur 10-da 8, yəni deməli 0,8, bir də 10-da 6, yəni 0,6 i olmuş olur. İndi ki, bunun modulunu tapmaq deyirsə, bizə modul nəyə bərabərdir? Kök altda A kvadrat üstə gəl B kvadrat. 0,8-in kvadratı 0,64, 0,6-nın kvadratı 0,36. Toplayanda eləyir 1, yəni kök altında 1, elə oradan da 1 cavabı çıxır ki, testimizin düzgün cavabı A bəndi, A variantı alınmış olur. Belə. Baxırıq növbəti 11-ci suala. Nə deyir bizə 11-də? Deyir, eyni ölçülü ağ və qara kürəciklər olan torbada qara kürəciklərin sayı ağ kürəciklərin sayının 20 ədəd çoxdur. Çıxarılan kürəciyin ağ olması ehtimalı 12-də 5 olarsa, torbada ümumi neçə kürəcik var? Yazırıq bura ağ kürəcik, bir də yazırıq qara. Heç birinin sayını bilmirəm. Sadəcə deyir ki, qaralar ağlardan 20 ədəd çoxdur. Gəlin ağa x deyək, qaranın sayı olsun, x üstə gəlsin 20. İndi ümumi ehtimal, bax fikir verin, çıxarılan kürəciyin ağ olması ehtimalı. Ehtimal necə tapırıq biz? Məxrəcdə bütün mümkün hallar yazılır. X üstə gəl 20. Olur 2x üstə gəl 20. Surətdə isə əlverişli hallar yazılır. Bu da deyir ki, ağ olsun da, yəni ona görə surətdə x yazılmalıdır. Və cavab ehtimal nəyə bərabər olmuş olur? 12-də 5-ə bərabər olmuş olur. İndi gəlin çarpaz vuraq. 12-ni vurursunuz x-a 12x, 5-i vurursunuz 2x-a 10x, üstə gəl 5-i də vurursunuz 20-yə, bu da eləyir 100. Bu 12x-dan bu 10x-i çıxanda burada qalır 2x bərabərdir 100-ə, x də bərabərdir 100 bölünsün 2, yəni 50 alınmış olur. Əgər x 50-dirsə, deməli ağ kürəciklərin sayı elə 50 olur. Qaralardakı 50 üstə gəl 20, 70 olur. Bizdən ümumi neçə kürəcik sayı var deyə soruşursa, 50 ilə də 70-i toplayırsınız. Düzgün cavab 120 kürəcik olmuş olur. Testimizin düzgün cavabı. Belə. Keçirin növbəti suala, baxırıq 12-yə. 12-də bizə deyir ki, n parametrin hansı qiymətində verilən bu tənliyin 3 kökü var. Ümumiyyətlə, yadda saxlayın ki, tənliyin 3 kökü olmağı üçün, yəni 3 kökünün olması üçün, belə yazaq da, ax kvadrat, üstə gəl b, x formasında göstərirəm. Daha sonra üstə gəl c yazaq, bərabərdir 0. Baxın, burada əgər b mənfidirsə, c də bərabərdir 0 olarsa, onda biz deyə bilərik ki, bu kvadrat tənliyin deməli 3 kökü olmuş olacaq.
3 kökü olmuş olacaq. Bax, bunu unutmayın. C0, B kiçikdir 0-dan. C bərabərdir 0, B kiçikdir 0-dan. İndi C hissəsi buradır. Baxın, bunu 0-a bərabər edirəm. M kvadrat çıx 10M üstə gəl 21 bərabərdir 0-a. Köklərdən biri 7 olacaq. Viyetə görə fikirləşirsiniz. Köklərdən ikincisi isə deməli 3 və 7 olacaq daha doğrusu. Baxın 3-ü 7-yə vuranda 21 eləyir. Toplayanda da 10 eləyir. Yəni ikincinin əksi. İndi burada baxmalısınız ki, bu köklərdən hansı bizim üçün B-ni? Bax, B hissəsi buradır. B-ni kiçikdir 0 eləyir. Gəlin yoxlayaq. 3-ü qoyuram. 3-ün kvadratı 9. 3 dəfə 8, 24. Üstə gəl 12. 9 üstə gəl 12. 21. 24 də çıxanda eləyir -3. Bax, fikir verin. B-nin qiymətini həqiqətən də mənfiyə çevirdi. Deməli, elə sizin axtardığınız cavab 3-dür. 7-ni artıq yoxlamıram. Çünki bunu yerinə qoyanda bildim ki, olmayacaq. Müsbət alınacaq. Mənə bunun mənfisi lazımdır. Deməli, hansı qiymətində? M parametrinin 3 qiymətində, bax, bu tənliyi. Deməli, 3 kökü olmuş olacaq. Belə, keçirik növbəti suala. Baxırıq 13-ə. 13-cü sualda deyir ki, 3 rəqəmli, bax bu AB4 ədədi, AB2 rəqəmli ədədinin 6 mislindən 76 vahid çoxdur. Buna əsasən A üstə gəl B cəmini tapın. Deməli, bu ədəd yazıram AB4. AB2 rəqəmli ədədindən 76 vahid çoxdursa, daha doğrusu 6 mislindən 76 vahid çoxdursa, deməli, az olan tərəf buradır. Siz az olan tərəfin üstünə 76 vahidi gəlməlisiniz ki, çox olan tərəfə bərabər olsun. İndi sadələşdirək. Bu eləyir 100A üstə gəl 10B üstə gəl 4 bərabərdir. Bu AB-nin açılışını birlikdə AB əslində 10A üstə gəl B deməkdir. 6-nı vursaz 6 vur 10. Bu eləyəcək 60A, 6 vur B eləyəcək 6B üstə gəl 76. İndi sadələşdirək. Bu 100A-dan 60A-nı çıxırsınız, eləyir 40A. 10B-dən də 6B-ni çıxırsınız, eləyir 4B. 76 da qalır, yox, öz yerində qalmır. 76-dan da bu 4-ü çıxırsınız, olur 72. İndi 4-ü mötərizə xaricinə çıxartsaz, burada qalır 10A üstə gəl B bərabərdir 72-yə. 72-ni də 4-ə bölsək, buradan tapırıq ki, 10A üstə gəl B bərabərdir 18-ə. 10A üstə gəl B nəyin açılışıydı? Baxın, AB-nin. Demək, yazırsınız ki, AB 2 rəqəmli ədədi bərabərdir 18-ə. Bizdən A üstə gəl B cəmini istəyir. 1 ilə də 8-i toplasaz, düzgün cavab 9 alınmış olur. Belə. Keçək növbəti suala. Deməli, baxırıq 14-cü sual. 14-cü sualda deyir ki, düz prizmanın oturacağı rombdur. Prizmanın diaqonalları 11 və 2 kök altı 30 olarsa, hündürlüyü də 6 olarsa, onun oturacağının tərəfini tapmalıyıq. Bu diaqonallar bir-birinə qarışmasın deyə bu formada ayrı 2 prizma üzərindəyini göstərəcəm. Baxın, deyir ki, diaqonalı 11-dir. Bura birinci 11 yazaq. Hündürlüyü də ki 6-dır. Bura olsun 6 və bu romdur da oturacaq. Oturacağı rombdursa diaqonalını bilmirəm. Bura yazıram D1. Əvvəlcə gəlin Pifagora görə bu D1-i tapaq. Yazırsınız ki, D1 bərabərdir kök altda. Hipotenuzun kvadratından, yəni 121-dən çıxırsınız 6-nın kvadratını, yəni 36-nı. 121-dən də 36-nı çıxanda eləyir 85. Bax, bu oldu kök altda 85. Bu rombun bir diaqonalı. Keçirəm bu tərəfə. Rombun diaqonalı deməli 2 kök altında 30-dur. Hündürlüyü 6-dır. İndi buranı tapmaq üçün buna D2 deyək. İkinci diaqonal D2 bərabərdir. Yenə hipotenuzun kvadratından çıxmaq lazımdır. Deməli, katetin kvadratına. Kök altında 2 kök altında 30-un kvadratı 4 dəfə 30. Yəni 120-dən çıxırsınız 6-nın kvadratını. Yəni 36-nı. Bu da bərabər olur kök altında 84-ə. Deməli, D1-i tapdıq, D2-ni tapdıq. Amma bizdən nə istəyir? Bu oturacağın, yəni rombun tərəfini istəyir. Baxın, rombun tərəfi ilə diaqonallar arasında belə bir düstur var ki, D1 kvadrat üstə gəl D2 kvadrat bərabərdir 4A kvadratına. D1 kvadrat üstə gəl D2 kvadrat bərabərdir 4A kvadratına. İndi siz də burada baxın, kök altda 85-in kvadratı eləyir 85.
Kök altda 84'ün kvadratı eləyir 84 bərabərdir 4a kvadratına. Toplayanda olur 169 bərabərdir 4a kvadratına. Buradan 169'u 4'ə bölürsünüz. A kvadrat bərabərdir 169 bölünsün 4. Hər iki tərəfdən kök alsaq a bərabər olacaq 13 bölünsün 2. 13'ü də 2'yə böləndə düzgün cavab 6,5'ə bərabər olmuş olur. Testimizin düzgün cavabı. Keçirik 15-ci suala. Yəni açıq sualda cavab 6,5'dir. Baxırıq 15'ə. 15'də bizə deyir ki, əgər n m-dən böyük, o da 3-dən böyük olarsa bu ifadəni sadələşdirin. İfadəni sadələşdirəndə onun belə deyək də modulun içərisində müsbət və ya mənfi olduğunu bilməliyik. Deyir m çıx n. Kiçik ədəddən böyük ədədə çıxanda bu mənfi olacaq. Bu mənfi. Sonra n çıx 1. N onsuz da 3-dən böyükdür. Məsələn 5-dir, 7-dir, fərqi yoxdur da 3-dən böyükdür. Deməli 1-dən də böyük sayılır. Ona görə siz böyük ədəddən 1'i çıxanda bunun cavabını müsbət eləyəcək. İkincisi isə 3 çıx m. Kiçik ədəddən böyük ədədə çıxanda bu da eləyəcək mənfi. İndi moduldan çıxarda bilərik. Bu modulun içərisi mənfidirsə, olduğu kimi çıxmır, yerlərini dəyişib çıxacaq. N minus m. Bu modulun içərisi müsbətdirsə, yerlərini dəyişib çıxacaq 1 çıx n kimi. Amma unutmayaq ki, bunun qarşısında mənfi, yəni çıx işarəsi var. Ona görə bu çıx 1 olacaq, üstə gəl n olmuş olacaq. Və üstə gəl ikinci ifadədə mənfi olduğu üçün yox, bir saniyə uşaqlar. Bu. Müsbət olduğu üçün olduğu kimi çıxır. Bircə dəqiqə. Müsbət olduğu üçün olduğu kimi çıxır. N minus 1 olaraq. Amma qarşıdakı mənfi 10 işarəsini dəyişir. Mənfi n üstə gəl 1 olur. Amma bu əksinə çıxacaq. Çünki mənfidə yerlərini dəyişib çıxır. O da eləyir n minus 3 və üstə gəl 1'i də unutmuruq. Bu da bərabərdir. Bax, n-dən n-i çıxanda 0 eləyir. Müsbət m, mənfi m əksəriyyətlər 0 eləyir. Sadəcə qalır 1, üstə gəl 1, çıx 3. 1-dən 1'i toplayanda 2 eləyir. 2-dən də 3 çıxanda düzgün cavab mənfi 1 alınmış olur. Bax, burada düzgün cavabımız mənfi 1 alınmış olur. Belə. Keçək növbəti suala. Baxırıq 16-cı sual. 16-cı sualda deyir ki, ardıcıllığın ilk n həddinin cəmi, bax bu düsturla, bu şərti ödədikdə onun 80-dən böyük olan ən kiçik həddinin nömrəsini tapın. Deməli, bir hədd var ki, an. Bu 80-dən böyük olmalıdır. Düzdür? İndi burada yazıb ki, Sn bərabərdir, Sn çıx 1. Siz bu Sn minus 1'i keçirsəz digər tərəfə, olacaq Sn çıxılsın. Sn minus 1 bərabərdir, 10n üstə gəlsin 1'ə. Baxın, elə bu hissə sizə nəyi bildirir? Bu, bizim ədədi ardıcıllığımızda n-ci həddin düsturudur. Yəni, yazırsınız ki, an, yəni bu açıq-aşkar an-ı verir sizə. Qutardı, getdi. 10n üstə gəl 1'dirsə, biz də bu ifadəni böyükdür 80 yazmışıqsa, elə buradan böyükdür 80 yazın və bu bərabərsliyi başlayın həll etməyə. Ona görə burada olacaq 10n, 80'dən çıxırsınız 1'i 79, n də böyükdür 79'u bölürsünüz ona. Düzgün cavab, deməli 7,9 alınmış olur. 7,9'dan da böyük olan, yəni ilk ədəd, bizdən ən kiçik həddini soruşur axı. 7,9'dan da böyük olan ilk natural ədəd hansıdır? Düzgün cavab 8 olmuş olur. Deməli, ən kiçik həddin nömrəsini tapın deyirdi. Testimizin düzgün cavabı olur 8. Keçək növbəti suala. Baxırıq 17-ci suala. 17-ci sual deyir ki, bu ifadənin qiymətini hesablayın. Gəlin hesablayaq. Bax, burada 7 olduğu kimi qalır. Bu 7, daha doğrusu 7 niyə? 3. 3 olduğu kimi qalır. Loqaritm 100 əsasdan 5'i yazıram. Vurulsun. Bunu tərsinə çevirəm. Tərsinə çevirəndə bu əsasla 5'in yeri dəyişəcək. Olacaq loqaritm 5 əsasdan 10. Vurulsun. Burada da 5 üstü loqaritm 100 əsasdan 3 olduğu kimi saxlayıram. Amma bunu tərsinə çevirəndə əsasla, yəni bu 3'in yeri dəyişəcək. Olacaq loqaritma 3 əsasdan 10. Və bunun da qüvvətində 2 loqaritma 15 əsasdan 6 var. 2 loqaritma 15 əsasdan 6 bərabərdir. İndi burada bu 5 ilə bu 5 gedir. Qalır 3 üstündə loqaritma 100 əsasdan 10. Vurulsun 5 üstündə bu 3'lər yenə gedir. Loqaritma 100 əsasdan 10. Bu da. Üstü 2 loqaritm 15 əsasdan 6 bərabərdir. Gəlin bu loqaritm 100 əsasdan 10'u sadələşdirək. Bax 100'ü yazırsınız 10'un kvadratı şəklində. Burada 10 qalır. Bu 2 keçir əvvələ olur 2'də 1. Vurulsun loqaritm 10 əsasdan 10. Bu da elə sizə 1 verdiyinə görə 1'i də 2'də 1'ə vurursunuz eləyir 2'də 1. Deməli bax bunun qüvvəti də 2'də 1 olmalıdır.
Burada göstərim. Və bunun da qüvvəti 2-də 1-dir əslində. Bu da 2-də 1-dir. Üstlər eyni olduğu üçün mən bunu hasilin qüvvəti şəklində yazacağım. Yəni 3 vurulsun 5 üstü 2-də 1. Və bunun da qüvvətində 2 loqaritm 15 əsasdan 6 varsa, elə bu 2 ilə bu 2 ixtisar gedəcək. Getdi, qaldı 1. 1-i də vurursunuz loqaritm 15 əsasdan 6, elə 15 əsasdan 6 eləyəcək. 3-ü də 5-ə vuranda eləyir 15. Deməli 15 üstü loqaritm 15 əsasdan 6, bu da bərabərdir. Deməli, düzgün cavab 6-ya bərabər olmuş olur. Çünki bizim qaydamız var ki, A üstü loqaritma A əsasdan B elə B-nin özünə bərabər olmuş olur. Düzgün cavab. Baxırıq 18-ci suala. Buranı silirəm. Burada bir daha deyim, cavab 6 oldu. 17-də cavab 6-dır. Baxırıq 18-ə. 18-də deyir ki, verilən bu inteqralı hesablayın. Gəlin hesablayaq. Deməli, 1-dən 4-ə x. Bu kök altda x-ı x üstü 2-də 1 kimi yazırıq. Və bu 1 tamdan da 2-də 1 toplayanda eləyir 1 tam 2-də 1. Yəni 2-də 3. Gəlin belə göstərək. 1-dən 4-ə x üstü 2-də 3. İndi bunu da qaydaya əsasən yazsaq, qaydamız nə idi? X üstü n üstə gəl 1 bölünsün n üstə gəl 1. Olacaq burada x üstü 2-də 3-ün üstünə bu 1 tamı gələndə eləyir, yəni 2-də 3-ün üstünə 2-də 2 gəlirsə, bax belə fikirləşin, 1 tamı gəlirsə, eləyir 2-də 5. Və bu da olacaq x üstü, daha doğrusu x üstü yox, sadəcə 2-də 5. Bu 2-də 5 bölünürsə tərsinə çevriləcək, olacaq 5-də 2, 5-də 2. Vurulsun x üstündə 2-də 5. İndi baxaq, bunun sərhədləri 1-dən 4-dədir. 1-dən 4-dədir. Deməli, bir dəfə 4 qoyacaqsınız, bir dəfə də 1. Sadəcə 5-də 2-ni gəlin elə indidən mötərizənin xaricinə çıxardaq, 2 dəfə təkrar yazmayaq. 5-də 2 vurulsun. 4 yazanda bu olur 4 üstündə 2-də 5. Çıx 1 üstündə 2-də 5. Bu da bərabərdir. Bu 4-ü gəlin 2-nin kvadratı şəklində yazaq. Bu 4-ü 2-nin kvadratı şəklində yazaq. Onun da üstü 2-də 5 olanda bu 2 ilə bu 2 ixtisar gedəcək. Yəni, uzun sözün qısası olacaq 5-də 2 vurulsun. 2 üstü 5, 31 deməkdir. Daha doğrusu 2 üstü 5, 32 deməkdir. 32-dən də 1-i çıxanda eləyir 31. Yəni, 5-də 2 vur 31. 31-i 2-yə vuranda olur 62. Onu da 5-ə böləndə düzgün cavab 12 tam 10-da 4 alınmış olur. 12 tam 10-da 4'dür bu. Aha. Deməli, testimizin düzgün cavabı 12 tam 10-da 4 alınmış olur. Belə, keçən növbəti suala. Baxırıq 19-cu sual. 19-cu sualda deyir ki, kürənin müstəvi ilə kəsiyin sayısı 64 pidir. Kürənin radiusu 10-dur. Mərkəzdən bu kəsiyə qədər olan məsafəni tapın. Bax, deyək ki, bu olsun bizim kürəmiz. Və bu kürənin müstəvi kəsi 64 pidir. Sahəsi 64 pidir. Deməli, bax, belə bir müstəvi kəsi bunun hal-hazırda dairədir. Və kürənin deyir radiusu 10-dur. Gəlin biz buradan başlayaq. Baxın, bu dairənin mənə lazımdır radiusunu tapmaq. Bunu da hardan tapacaqsınız? Sahə verib də sizə fikir verin, 64 pidir. Dairənin sahəsini necə tapılır? Pi r kvadratından. Pi r kvadrat bərabərdir 64 pidirsə, pi'lər buradan gedir. R kvadrat 64-dürsə, deməli r bərabər olacaq 8-ə. Bax, bura 8-dir. Bu 8-dir. Bir də deyir ki, kürənin deyir radiusu, yəni öz radiusu kürənin hal-hazırda 10-dur. Radiusu da mən burayla bu kənarı birləşdirəcəm. Buranı da yazırıq 10. İndi bizdən kürənin mərkəzindən, bax bu mərkəzdən bu kəsiyə qədər olan məsafə. Məsafə dediyinə görə, bax belə bir perpendikulyar indirirsiniz. Bax, bura qədər olan məsafəni istəyir. Burada deməli düz bucaq alınırsa, deməli bu 3 bucaq olur düz bucaqlı 3 bucaq. Katetlərdən biri 8-dirsə, hipotenuz 10-dursa, deməli digər katet mütləq şəkildə 6-ya bərabər olmalıdır. Niyə görə? Çünki bunlar Pifaqor ədədləridir. Biri 10 olanda, biri 8 olanda digər də 6 olmuş olur. Bu da bizim olur. Deməli 19-cu sualımızın cavabı. Düzgün cavab 6-dır uşaqlar. Və nəhayət keçirik 20-ci suala. 20-ci sualda bizə deyir ki, biraz uzaqlaşdıraq, belə bir maraqlı şəkil sualımız var. Deyir ki, 20-ci sualda bu şəkildə yerdən 16 metr məsafədə olan
bir dron, bax dronu görürsünüz hal-hazırda. Özündən 20 metr uzaqlıqdakı qızın və bu qız bax burdadır. 13 metr deməli uzaqdakı binanın şəklini rahatlıqla çəkə biləcək vəziyyətdədir. Bina 11 metr hündürlüyündə olduğuna görə qızın binanın neçə metr məsafədə olduğunu tapın. Deməli dron özü 16 metr məsafədədir. Bax burayla buranı birləşdirirsiniz. Deməli buradan bura qədər məsafəmiz, yəni bu yerdir də hal-hazırda. Bu olur 16 metr. Yazırıq bura 16. İndi bu hissənin qızdan olan məsafəsini tapa bilərik. Tapa bilərik. Çünki niyə görə? Burada düzbucaqlı üçbucaq yaranır. Bax fikir verin. Və hipotenuz 20-dir. Bu deməli katetdə 16-dırsa, indi digər katet tapmaq üçün 20-nin kvadratını 16-nın kvadratını çıxırsınız. 400-dən də çıxanda 256-nı eləyir 144. Bu da bərabərdir nəyə? 12-nin kvadratına. Deməli, buradan bura qədər olan hissə 12 imiş. Bunu yazdıq. İndi bizə deyir ki, bax bu binanın hündürlüyü 11-dir. Bax fikir verin, binanın hündürlüyü. İndi buradan götürəcəyim də buradan bura qədər. Yerə qədər. Bu binanın hündürlüyü 11-dir. Buraya yazırsınız 11. İndi buradan bura qədər olan məsafə, bax indi qırıq-qırıq xətlərlə göstərəcəm. Buradan bura qədər olan məsafədə fikir verin, bu 11-dir. Onda 16-dan 11 çıxanda bu yuxarı hissə qalacaq 5. Bax bura 5-dir. Bura 5-dirsə 13, 5. Bunlar Pifaqor ədədlərdir. Bura avtomatik neçə olacaq? Bura avtomatik 12 olacaq. Bura 12-dirsə bu hissə də bax, bu hissə də ona paralel, deməli burada 12 olmuş olacaq. Və sualın şərtinə fikir verin. Deyir ki, olduğuna görə binadan neçə metr? Bax bu qızın binadan neçə metr məsafədə olduğunu bilin. Bu binadan qız hal-hazırda neçə metr məsafədədir? 12 üstəgəl 12, deməli 24 metr məsafədə olmuş olacaq. Testimizin düzgün cavabı 20-ci sualda 24 metr alınmış olur. Belə, bu da bizim sınavımızın sonuncu sualının izahı idi. Bir daha xatırlatmaq istəyirəm ki, sizlər də paylaşılan bu cür sınaqlardan, dərslərdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bugünkü dərsimiz, sınavımız haqqında bu qədər. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.